Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'ina emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak Allah hamınızdan, her birinizden razı olsun. Ve hususen ev sahibinden Allah razı olsun ki bizim için şərait qurub ki biz Allah'a zikir etmek için bura toplaşmışıq. Sonra bizim üzerimizde olan çoxlu nemətlər var. O nemətlərdən də ən əzəmətlisi olan iman nemətidir. İslam neməti, ihsan neməti. Bunlara görə Allah'a həmd etmək lazımdır. Gecə gündüz Allah'tan istəmək lazımdır ki Allah bizi sabit etsin. Həqiqətən iman neməti əzəmətli bir nemətdir. Bu günləri Allah'ın izniyle sizinle mühüm olan bir meseləni müzakirə edəcəm. Hansı ki bu surətli şəkildə yayılıb bu günləri insanlar arasında bəzi təriqətlər çıxıblar, danışırlar. Allah hidayət versin. Hansı ki danışmaq istədiyim mövzu ad və sifətlər tövhidi və onun növləri. Ad və sifətlər tövhidi və onun növləri. Olduqca mühüm bir məsələdir. Ad və sifətlər tövhidini nə cürünə öyrənməliyik? Yəni, kimsə desə ki, ümumiyyətlə ad və sifətlər tövhid nə demək? Tövhid bildiyiniz kimi üç qismə bölünür. Tevhidu el-uluhiyyə, uluhiyyət tövhidi, tevhid el-rububiyyə, rububiyyət tövhidi və ad və sifətlər tövhidi. Əsmə və sifət. Mənaları da hamınıza bəllidir, məlumdur. El-uluhiyyə, yəni ibadətlərdə Allah'ı təkləşdirmək və rububiyyə, yəni Allah'a yolunan ibadətlərdə Allah'ı təkləşdirmək. Rububiyyə isə Allah'ı feillərində təkləşdirmək, Subhanahu və Teala və ad və sifətlər tövhidi. Mövzumuz nədir? Ad və sifətlər tövhidi. İnşallah ki Allah nəsib eləsin, bir neçə dərslər inşallah ki belə keçəcəyik. Allah'ın gücü qüvvəti ilə hər dəfə bir sifəti götürüb o vaxtda danışacağıq inşallah. Hətta bizdə möhkəm şəkildə məlumat olsun ki, daha doğrusu üzr istəyirəm, elm olsun ki, məlumat yox, elm. Məlumat nədir? Məlumat eşidilir, yaddan çıxılır. Amma elm nədir? Həmişəlik qalan və bu bizim əqidəmizdir. Tövhid nədir? Bizim əqidəmizdir. Bu günləri inşallah ki danışacağım olacaq ki, Rü'yətilləhi Teala tənəzəə fiyhə thələsu təvaif. Allah'ı görmək haqqında, diqqətli olun, Allah'ı görmək haqqında üç firqə, üç məzhəb ixtilaf ediblər. Lakin mövzuya keçməmişdən öncə dedik ki ad və sifətlər tövhidi. Bu haqda inşallah ki danışaq, sonra inşallah ki keçəcəyik mövzumuza. Ad və sifətlər tövhidi 4 mərhələdən ibarətdir. 4 mərhələdən. Bir-bir inşallah bunları öyrənək. İmkan olsaydı ya dərsdə ya dərsdən sonra bunları yazaq, yazıb öyrənmək lazımdır. Çünki bunlar elə məlumatlardır ki, elə bir faydalardır ki, mütləq əzbərlənməlidir. Min qayri təkyifin. 4 mərhələdən ibarətdir. Min qayri təkyifin. Və min qayri təmsilin 2. Və min qayri təhrifin 3. Və min qayri ta'tilin 4. İndi inşallah ki, bunları öz dilimizdə bir-bir öyrənəcəyik. Ən birincisi dedi ki, min qayri təkyifin. Nə demək təkyif? Keyfiyyətinə varmamaq, necə olmasını təsəvvür etməmək, bu haqda düşünməmək. Bu cümlələrin üzərində dayanmaq istəyirəm. 3 cümlədən ibarət oldu. Keyfiyyətinə varmamaq, necə olmasını təsəvvür etməmək, bu haqda düşünməmək. Misallar verəcəm. Keyfiyyətinə varmamaq. Misal üçün Allah Subhanahu wa Ta'ala özünün haqqında xəbər verib. Əli haqqında, əlinin olması haqqında, düzdür? Gözü haqqında, görməsi haqqında. Hər hansı bir sifət. Bunun keyfiyyətinə varmamaq. Yəni bir mənada fikirləşməmək ki, nə cürdür görəsən. Deməmək ki, görəsən əl, Allah'ın əli uzundur, balacadır, parmaqları var, yoxsa yox, bizdə olan kimi. Tüklüdür, tüksüz. Bu şeylərin heç birini nə etmək? Düşünməmək. Və necə olmasını təsəvvür etməmək. Nə deməkdir necə olmasını təsəvvür etməmək? Çünki hər hansı bir şeyi təsəvvür etsək,
Bilmək lazımdır ki, Allah onun kimi deyil. Məsələlər bir-birinə daxil olur, amma biraz diqqətli olsaq inşallah açılacağımız. İkinci nədir? Bu haqda düşünməmək. Bu haqda düşünməmək. Yəni bir mənada biz Allahı düşünsək ki, əzəmətini, nə cürünə böyük bir məxluqu fikirləşsək, bilməliyik ki, Allah ondan da böyükdür. Bunlar hamısı hara aparır bizi? Quran-ı Kərimdə bir ayət var ora. Allah Subhanahu taala buyurur ki: "Leysə kemislihi şey'un ve huve's-semi'ul basir." Ayva. Leysə kemislihi şey'un ve huve's-semi'ul basir. Nə deməkdir bu ayə? Allahın heç bir bənzəri yoxdur. O eşidəndir, görəndir. Gözəl. İndi gəlin bu ayəyə baxaq. Burada isbat var, inkar var. İsbat hissəsi haraydı? Birinci. Leysə kemislihi şey'un. Allahın heç bir bənzəri yoxdur. Yəni nə cürünə böyük bir məxluqu düşünsən, bil ki, Allah ondan əzəmətlidir. Subhanahu və Teala. Deməli birinci hissəsi ayənin nə idi? İsbat idi, düzdür? Və inkaranı özür istəyirəm. Birinci inkar idi. Leysə kemislihi şey, inkar etdik. Onun kimi heç nə yoxdur. Heç bir şey yoxdur ki, Allah kimi olsun. İkincidə nədir? İsbatdır. Və huve's-semi'ul basir. Ayva. Və huve's-semi'ul basir. Allah eşidəndir, görəndir. Gözəl. Diqqət olaq, birincidə nə idi? İnkar idi. İkincidə isbat. Dedik ki, Allahın heç bir bənzəri yoxdur və eşidəndir, görəndir. Allahın bənzəri yoxdur, amma eşitməsi, görməsi var. Bu da nəyi gərəkdirir? Onu gərəkdirir ki, görməsi və eşitməsi bizim bildiyimiz kimi deyil. Yəni bizim düşündüyümüz kimi deyil. Burada deyirik ki, nədir? Min qeyri təkyifin. Keyfiyyət vermədən. Keyfiyyət vermədən. Bəs birdən yaxşı kimsə soruşsa ki, nə cürünə başa düşək? Deyirik ki, necə ki Allah özünün haqqında xəbər verib kitabında və onun Rasulü Muhammed sallallahu aleyhi ve sellem xəbər verib sünnəsində bu cürünə. Heç bir təkyif etmədən, keyfiyyət vermədən, heç bir keyfiyyət vermədən. Çünki Allah subhanahu wa ta'ala bu ayətlə bəzi alimlər var ki, sələfi alimlərdən deyiblər ki, nə yaxşı ki, elhamdülillah ki, Allah bu ayəti nazil edib. Fikir verirsiniz. Bu ayət Quran-ı Kərimdə olmasaydı, bidət əhli daha da, yəni, nəzür deyəm, daha da artardılar. Hansı ki, o firqələrdə var, ad və sifətlərini təhrif edənlər və s. Onlar daha da artardılar, subhanallah. Yəni, batil fikirlər daha da artardı. Bu ayət bütün qapıları bağlayır. Leysə kemislihi şey, yəni sən gətirdiyin hər hansı bir məxluq, bənzətmək istədiyin, Allah onun kimi deyil, subhanahu wa ta'ala. Allah onun kimi deyil, amma Allahın eşitməsi, görməsi var. Allahın eşitməsi, görməsi də bizim bildiyimiz kimi deyil. 3 mərhələ oldu, düzdür? Allah subhanahu wa ta'ala sən bildiyin kimi deyil, yəni Allahın bənzəri yoxdur. İkincisi, görməsi və eşitməsi var. Görməsi, eşitməsi özünə məxsusdur, subhanahu wa ta'ala. Bu birinci məsələ. Çətin oldu yoxsa asan? Asandır Allahın izni. Min qeyri təmsilin. İkinci nədir? Min qeyri təmsilin. Oxşatmamaq. Məxluqlarla müqayisə etməmək. Oxşatmamaq. Dünənlər yadıma gəlir, bir qardaş zəng eləmişdi ki, bir nəfər var, deyir ki, hansı ki hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah subhanahu wa ta'ala hər gecə dünya səmasına enir, göy səmasına enir. Özünə yaraşan şəkildə. Deyir ki, bir nəfər iddia edir ki, deyir ki, daha doğrusu etiraz edir, özür istəyirəm. Deyir ki, necə olur? Onda 2 dənə Allah var da. Yəni Allah göy səmasına enəndə yerində kim qalır? Yerində. Fikir verirsiniz, ağlı ortaya salınca necə olur? Ona görə ağlı qoymaq lazım kənara. Nə cürlə cavablandırır? Min qeyri təmsilin. Bənzətməmək. O özünün düşüncəsində fikirləşir ki, deməli Allah subhanahu ta'ala göy səmasına enəndə mütləq yerində kimsə olmalıdır. Özü ilə müqayisə elə deyilmi? Bizə dedi ki, nədir? Müqayisə icazəli deyil. Müqayisə nədir? İcazəli deyil. Bizə kim icazə verib ki, daha doğrusu sənə kim icazə verib ki, bu etiraz eləyən, bu cürünə, yəni sözləri deyəsən. Bu cürünə sözləri deyəsən. Yəni Allah subhanahu wa ta'ala'nın təmsili, misalı yoxdur. Allah subhanahu wa ta'ala göy səmasına enir, özünə yaraşan şəkildə. Və bu da hər gecə baş verir. Necə ki, hədisin ravisi deyir ki, bu hər gecə baş verir. Bu hər gecə nədir? Baş verir. Allah subhanahu wa ta'ala'nın göy səmasına enməsi və başqa sifətlər. Sonra üçüncüdə gəlir ki, min qeyri təhrifin. Təhrif etməmək. Təhrif nədir? Etməmək. Dəyişməmək. Nə cür gəlibsə o cürünə iman etmək. Nə cürünə gəlibsə bizə, möminlərin sifəti ümumiyyətlə necədir? Quran-ı Kərimdə. Səmi'nə və ata'nə. Eşitdik və itaat etdik. Subhanallah, fikir verin. Həmin Bəqara surasında
Sonra Allah Subhanahu taala Yahudilərin sifəti haqqında danışır. Deyir ki, onlar deyirlər ki, "Səmi'na və asayna." Eşitdik və asi olduq. Fikir verdiniz? Onlarda eşidib asi olmaq bizdə nədir? Eşidib iman etmək. Subhanahu və taala. Hər hansı bir Allahın ad və sifəti gəlirsə, dedi ki, nə cür olacaq? Özünü vəsf etdiyi formada və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə cür vəsf edirsə o cür. Sonra dördüncüdə nədir? Min gayri ta'tilin. İnkar etməmək. İnkar etməmək. Yəni çoxlu insanlar var ki, nədir? İnkar edirlər, subhanallah. İnkar edirlər nəyi? İnkar edirlər Allahın ad və sifətlərini. Bu müsibət. Bu müsibət. Allah subhanahu wa ta'ala bir misal verəcəm. Quran-ı Kərimdə 7 yerdə ərşə istiva etməsi haqqında danışıb. Ərşin fövqünə qalxması haqqında 7 yerdə xəbər verir subhanahu wa ta'ala. Er-Rahmanu aləl arş istava. Bəzi adamlar bunu inkar edir və yaxud dəyişir. Onun yerinə nədir? İstavlə qoyur. İstava sözünün yerinə istavlə qoyur. Bu ərəb dili qrammatikasına da ziddir. Ərəb dili bilənlər bilirlər. Və şəriətə də ziddir. Niyə görə birinci ərəb dili qrammatikasını deyirəm? Çünki bu Quran hansı dildə nazil olur? Ərəb dilində. Yəni ərəblərə Quran nazil olanda, subhanallah, burasını unutmaq lazım deyil. Qureyşlilər ən fəsahətli insan idi. Yəni yer üzündə Qureyşlilər kimi fəsahətli insanlar yox idi. Fəsahətli, yəni bir mənada ana dilini bilən, özlərinin dilini bilən. Bugünkü kimi deyil. Bu günləri ərəblərdə baxmayaraq ki, elhamdülillah ki, qalıb Allah həmdüsün deyənə kimi o cünə, yəni səviyyədə deyil. Peyğəmbərin sallallahu əleyhi və səlləm vaxtında olanda sahabələr ərəb dilini elə bilirdilər ki, subhanallah. Mümkündür, yəni ola bilərmi ki, belə bir şey ki, onlar öz dillərində Quran nazil olur. Allah Subhanahu taala buyurur ki, "Er-Rahmanu aləl arş istava." Hə? İstava sözünü başa düşmürlər. Gəlib soruşmurlar da Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən ki, ya Rasulullah bu nə deməkdir? Eşidən kim başa düşürlər. Yəni onlar eşidən kim ayəni onlara nazil olan ki, başa düşürlər ki, söhbət nədən gedir. Sonra 15 əsr sonra kimsə gəlir deyir ki, o burada istava deyil, istavlə. Subhanallah. Heç bu məntiqlə də düzgün deyil. Düz bizim dilimizdə məntiq yoxdur. Yəni ağılla da düzgün deyil. Ağılla da nədir? Doğru deyil bu. 14 əsr sonra, 15 əsr sonra kimsə gəlir deyir ki, bəs burada istavlədir. İnkar etməkdir, düzü. Bunu inkar edir, uzaqlaşdırır, yerinə başqa bir kəlmə qoyur. İstava, yəni istavlə başqa bir mənada gəlir. İstava nədir? Ərşə yüksəlmək. Yəni Allah subhanahu wa ta'ala kim mani ola bilərdi? Həşə lillah. Allah subhanahu bu cür deyər, düzdür? Hər hansı bir kəlməni sənin yozduğun kimi hansı ki yozursan bu illəri, onu o cür deyə bilərdi Allah subhanahu wa ta'ala, düzdür? Subhanahu wa ta'ala. Və bu Quran-ı Kərim elə bir insana nazil olub ki, sallallahu aleyhi və səlləm. Bütün uzun ümumiyyətlə ərəb dilində belə bir qayda var. Deyək ki, bizim dildə və yaxud başqa dillərdə yarım saatlıq söhbəti yazı ilə, misal üçün yazırsan ki, yarım saatda bunu bitirməlisən də. Həmin bu uzun bu söhbəti, yarım saatlıq söhbəti yazını 10 dəqiqəyə yerləşdirmək olar ərəb dilində. Kəlmələr baxımından, yəni az bir kəlmələrlə geniş cümlələri izah edir, subhanallah. Allah'a həmsə Allah elə bir dil seçib ki, ərəb dili. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellem ən fəsahətli insan sallallahu aleyhi ve sellem. Sahabələr radiyallahu anh. Onlar, hətta onların vaxtında mövzudan çox uzaqlaşmayaq. Onlar bir-birlərlə danışanda şeir kimi danışırlar. Söhbətlərini şeir kimi edirlər. Yəni necə deyirlər? Sinə dəftər deyirlər, hə bizim Azərbaycanda. Fikir versin, bu cürə bir-birlərinə xitab edirlər. Misal üçün biz deyirik ki, necəsən, nə var, nə yox, hardasan, görürmüsən. Onlar bunu bir-birlərinə şeir kimi deyirlər. Bu cürə fəsahətli insanlar, subhanallah, istava sözündə sizə tərəddüdə düşərdilərmi? Mümkün olan şey deyil. Həm lüğətdən, həm də nədir? Şəriətdən. Şəriətdə də nədir? Şəriətdə biz dedik ki, Allah özünü nə cür vəsf edibsə, subhanahu teala, onu təsdiqləyir və Peyğəmbər sallallahu əleyhi və səlləm nə cür vəsf edibsə o cür. Bunları öyrəndikdə təkrar edəkmi? Min gayri təkyifin və min gayri təmsilin və min gayri təhrifin və ta'tilin. Dedik ki, keyfiyyət verməmək necə idi, Akşen qardaş? Keyfiyyətinə varmamaq, necə olmasını təsəvvür etməmək, bu haqda düşünməmək. İkincisi, oxşatmamaq, məxluqlarla müqayisə etməmək. Üçüncüsü, təhrif etməmək. Dördüncüsü, inkar etməmək. Gözəl. Bu bir müqəddimə idi. Bu günləri biz götürəcəyimiz məsələ, əsas olan məsələdir. O da nədir? Rü'yetillahi Teala tenaza'a fiha thalathu tawaif. Hansı ki Allahın görünməsi haqqında 3 tayfa çəkib. Özdəki nədir? Ciddi şəkildə çəkiblər. Buyurur ki, burada Ət-taifətul ula, ən birincisi mən nəfər rü'yətə bi itlaqin.
itlaq olaraq kamil şəkildə rü'yəni, Allahın görünməsini inkar etmək. Diqqət olun. İnşallah bunlar soru-sual eləyər ki, görək hamımıza məfhumdurmu? O kəslər ki, itlaq olaraq inkar ediblər Allahın görünməsini. Fələm yuthbithə fid-dunya və la fil-əxirə. Birinci sinif insanlar isbat etmirlər, inkar edirlər. Nə dünyada, nə axirətdə Allahın görünməsini. Mənimləsiz? Birinci sinif insanlar inkar edirlər, isbat etmirlər ki, nə bu dünyada, nə də axirətdə Allahın görünməsini. Alə həddin səva. Onlar deyirlər ki, ikisi də eynidir. Nə bu dünyada Allah görünür, nə də axirətdə görünəcək. Bunlar haqqında böyük dahi alimlərdən Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Və innəmə yukəzzibu biha aw yuharrifuha." Fikir versiniz. Deyir ki, bu cür deyən insanlar təkzib edirlər, yalanlayırlar. Aw yuharrifuha. Gördünüz, bizə lazım idi 4 dənədən biri. Dəyişirlər, çevirirlər, təhrif edirlər, hə? Ey əhədisər rü'yəti fil-əxirə. O hədislər ki, varid olub Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən Allahın görünməsi haqqında qiyamət günü, bu hədisləri nə edirlər? Ya təkzib edirlər, ya da nə edirlər? Təhrif edirlər. Ya təkzib edirlər, ya da nədir? Təhrif edirlər. Çətin deyil də, rahatdır, elhamdülillah. Buyurur ki, onlar kimlərdir? El-Cehmiyyətu və mən təbi'ahum minəl-mu'təziləti və-rafidati və nəhvihim minəl-ləzīnə yukəzzibunə bi-sıfətillahi Teala və bi-rüyətihi və qeyri zəlik. Onlar kimlərdir? Cehmiyyə. Onlara tabi olanlar, Cehmiyyələrə tabi olanlar. Mu'təzilə, Rafizilər və onların oxşarları Əl-ləzīnə yukəzzibunə bi-sıfətillah. Allahın görünməsini, bu sifətini təkzib edirlər. Və bi-rüyətihi, görünməsini. Həm bu sifəti təkzib edirlər. Həm də ki, həm o dünyada, həm də axirətdə nədir? Təhrif edirlər, həm də nə edirlər? Təkzib edirlər. Və qeyri zəlik. Subhanallah, fikir verin, gör nə deyir Şeyxülislam rahmetullah aleyh. Deyir ki, və humul muattilətu şirarul xalqi vəl-xaliqa. Deyir ki, onlar deyir, inkarçılardır və deyir, məxluqların və bütün deyir, yaradılışların deyir, ən şərlilərdir. Fikir verirsiniz. Həmin o kəslər ki, nə bu dünyada, nə də axirətdə isbat etmirlər, əksi olaraq inkar edirlər. Onlar kimlər idi? Cəhmiyyələr, Mu'təzilə, Rafizilər və onlara oxşayanlar. Onlar nədir? Təkzib edirlər. Şeyxülislam rahmetullah aleyh buyurur ki, və humul muattilətu. Onlar da inkarçılardır. Şirarul xalqi. Şirar xalq yəni ənəs. İnsanların deyir, vəl-xaliqa. Kullu mən xalaqahullah. Subhanallah. Allahın yaratdıqları arasında, hamısının arasında ən şərli insanlardır. Ən şərli insanlar. Bu birinci sinif insanlar. İkinci sinif insanlar, ət-taifətu əth-thaniyə. Mən yuthbitu rü'yətə bi-itlaqin. Rü'yəni, yəni Allahın görünməsini itlaq olaraq isbat edirlər. İtlaq olaraq. Yəni isbat edirlər ki, görəcəklər. İndi gələcək burada şərhi. Fəyəz'umu ənəllaha yura fid-dunya ayanən, üzr istəyirəm. Deyir ki, zəm edir ki, Allah bu dünyada gözlərlə görünür. İkinci insanlar deyirlər ki, Allah bu dünyada gözlərlə nədir? Görünür. Kəmə yura fil-əxirə ayanən. Nədir ki, qiyamət günü görünəcək, gözlərlə görünəcək. Və həzə yəqulu bihi ba'dul. Ayva. Deyir ki, burada deyir, bunları deyənlər kimlərdir sizcə? Sufilər. Sufilər deyirlər ki, nədir? Həm bu dünyada görürük Allahı, həm də nədir? Axirətdə. Özdə görməkləri də, subhanallah, nə cür olacaq? Deyir ki, gözlərimizlə görürük. Bunun altında böyük məsələlər var, subhanallah. Burada elə ciddi məsələlər var ki, vallahi, bunu həqiqətən oturub öyrənmək lazım. Yəni, bunun üçün vaxt ayırmaq lazım. Bu bizim əqidəmiz, bu bizim dinimiz. Hər hansı birimizə gəlib, bir şübhə atanda Allah qorusun. Rahatçılıqla o şübhələri qəbul etmək yox, inkar etmək, subhanallah. Fikir verin, burada elə məsələlər var ki, indi bir məsələ deyəcəm, siz heyran olacaqsınız. Burada deməklərində ki, həm bu dünyada, həm də axirətdə biz Allahı görəcəyik, nə eləsə gizlədiblər orada. İndi görəcəksiniz. Şeyxülislam İbn Teymiyyə deyir onlar haqqında. Qalə Şeyxülislam, üzr istəyirəm, hara çatmışdıq? Deyir ki, və hədə yəqulu bihi ba'dul
mutasavvife minel ittihadiyyeti vel hululiyye. Bunlar sufilərin qollarıdır. Sufilərin qollarıdır. Hansı ki onların da bir neçə təriqətlər var öz aralarında. Qalə Şeyxülislam İbn Teymiyyə rahimehullah. Mən qalə, Şeyxülislamın sözü başlayır. Deyir ki, mən qalə minən nəsi. Kim insanlardan desə ki, innel evliyəə əv qayrahum yaravnallaha bi'aynihi fid dunya fehuve mubtedi'un dallun muhalifun lil kitabi ve sünne ve icma'u selefil ümme. Subhanallah. Qayıdırıq tərcüməyə. Desə ki, insanlardan kimsə innel evliyə, sufilərdə evliyalar var da, yəni Allahın dostları, onlar elə zənn edirlər. İslamda da var Allahın dostları. Necə ayədə? Ələ innə evliya Allahi la xawfun aleyhim və ləhum yahzanun. Yunus surəsində Allah Subhanahu taala buyurur ki, Allahın dostları üçün nədir? Heç bir qorxu yoxdur və onlar hüzün olmayacaqlar. Nədir o evliyaların sifətləri nədir? İslamda olan evliya, yəni doğrucu evliya, Allahın dostlarından. İki dənə sifəti var. Həmin ayətin arxasında Allah Subhanahu taala deyir: "Ellezine amenu və kanu yettaqun." Onlar iman edərlər və təqvalı olarlar. Deməli nədir? Hər bir imanlı, iman edən, hər bir təqvalı evliya ola bilər, Allahın dostu. Şərt deyil ki, çomaq götürüb dağlara çıxmaq və s. Bunlar hamısı nədir? İslamda olmayan şeylərdir. Buyurur ki, Şeyxülislam, qaydırıq mövzumuza. İnnel evliyəə əv qayruhum yaravnallaha bi'aynihi fid dunya fehuve muhtedi'un. Kimsə desə ki, insanlardan Allahın dostları və başqaları Allahı gözləri ilə, yəni açıq-aşkar şəkildə görəcək bu dünyada, fehuve muhtedi'un, o bidətçidir. Dallun, zəlalət əhlidir. Muhalifun lil kitabi və sünnə. Kitaba və sünnətə müxalifdir. Kitab, sünnət bunu demir axı, subhanallah. Heç Quran-ı Kərimdə gördünüzmü ki, desin ki, Allah Subhanahu taala Quran-ı Kərimdə kimsə Allahı dünyada görəcək. Heç elə bir ayə yoxdur, subhanallah. Musa aleyhissalamın qıssası da oraya gələcəm inşallah. Deməli buyurur ki, və icma'u selef. Bütün sələf icma edib ki, nədir? Bu müxalifdir. Bu söz müxalifdir ki, bu dünyada və bu dünyada da görəcəklər, axirətdə də aynən, yəni gözləri ilə. La siyama, fikir verin, subhanallah. İzə da'u ennehum afdalu min Musa. Musa deyir ki, xüsusi olaraq xassatan da deyir, yəni onlar iddia eləsələr ki, biz Musadan əfsəlik. Sizə niyə görə bu ayəni gətirdi? Bu mövzunu burada gətirib. Ayətdə keçir də, Allah Subhanahu taala'dan Musa aleyhissalam istəyəndə ki, Allahım səni görmək istəyirəm. Allah Subhanahu taala desə, məni görə bilməzsən. Lən tarani. Deyir ki, əgər məni görmək istəyirsə, dağa bax. Dağa bax, dağa baxarkən nə olur? Parçalanır, tökülür. Mümkün deyil, bu dünyada heç kim görməyib Allah. Bu dünyada nədir? Allahı heç kim görməyib. Deməli, iki dənə təkrar edirik. Birincisində, birinci qism onlar idi ki, onlar iddia edirdilər ki, itlaq olaraq nədir? İsbat edirdilər, fid dünya və l-axirə. Allah nədir? Görünməyəcək. Yükəzzib edirdilər, təqzib edirdilər və təhrif edirdilər. Onlar kimlər idi? Cəhmiyyə, Mu'təzilə, Rafizi və onlara tabi olanlar. İkincidə dedilər ki, nədir? Mən yusbitu ru'yətə bi itlaq. İtlaq olaraq isbat edirlər ki, bu dünyada da görünəcək, aynı olaraq ahirətdə də görünəcək. Üçüncüsü. Ət-taifətu əth-thalitə. Mən nəfər ru'yətə əl-ayaniyyətə fid-dunya və əthbətəhə fil-əxirə. Subhanallah. Nə gözəldir əhl-i sünnə. Nə gözəldir əhl-i sünnə. Allaha sonsuz şəkildə həmsənlər olsun. Elhamdülillah ki, Allah Subhanahu taala bizi əhl-i sünnə edib. Vallahi bu böyük nemətdir. Bəzi insanlar var bu günləri subhanallah deyirlər ki, mən müsəlmanam, nə əhl-i sünnə, sələfi də demək istəmirəm. Niyə görə sələfi deyirsiniz? Allah, bu fəxirdir qardaş. Sələfi demək təzə ibarə deyil. Bu təzə ibarə deyil. Bu yəni Əşari kimi, nə bilim Maturidi kimi, nə bilim Təbliğ cəmaət kimi. Bunlar təzə ibarələr deyil. Sələf keçmişin ibarəsidir. Sələf Quran-ı Kərimdən, sələf Muhammedin sallallahu əleyhi və səlləm sünnəsindən. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Fatimə radiyallahu anhə nə deyir? Deyir, mən sənin üçün deyir, ən gözəl deyir sələfəmdir. Nas hədisdə gəlib, ən gözəl sələfəmdir. Sən də deyirən qardaş, burada çəkinmək lazım deyil. Deyirəm, mən sələfiyəm, bəli. Yəni mən sələfiyəm, mən Muhammedə sallallahu əleyhi və səlləmə tabi oluram. Onun sələfisiyəm. Mən Əbu Bakra, Umara, Osmana tabi oluram. Burada nə var ki? Burada çəkinmək, utanmaq demək ki, bunlar hamısı şübhə əhlinin sözləridir. Şübhə əhlinin ibarələridir ki, güya ki, insanlara uzaqlaşdırmaq üçün. Deməli, qaydırıq mövzumuza. Üçüncü, necə idi? Üçüncü qovul. Mən nəfər ru'yətə, əl-ayaniyyətə.
gözlərlə görməyi dünyada inkar edib, hə? Və əsbətəhə fil əxirə. Axirətdə isə nədir? İsbat etmək. Bizdə əhl-i sünnə vəl cəmaatı necədir? Biz gözlə görməyi bu dünyada deyirik ki, heç kim görməyib Allahı və görəcəyik inşallah, Allah bizə nəsib eləsin. Subhanahu teala Allahı görməyi. Görəcəyik qiyamət günü. Və zəlikə fi arasati yevmil qiyamə. Deyir ki, bu da deyir harada baş verəcək? Arasati yevmil qiyamə. Ərəsət var bizim dildə, səhv eləmirəmsə. Qiyamət günündə deyir. Ərəsət bir var, hə? Səhralıqdadır. Və fil cənnəti. Deyir ki, və hədə qavlu əhli sünnəti vəl cəmaə. Bu da deyir nədir? Əhl-i sünnə vəl cəmaənin sözüdür, qovludur ki, Allah subhanahu wa ta'ala bu dünyada gözlərlə görünməz və qiyamət günü görünəcək. Qiyamət günü görünəcək. Son olaraq bir də təkrar edirəm. 3 tayfa var idi. Onlardan birincisi deyirdilər ki, inkar edirdilər mutlaq şəkildə və mutlaq şəkildə inkar edirdilər. İsbat etmirdilər. Nə dünyada, nə də ahirətdə. Düzdür? Dedilər ki, eynidir. İkincisi, dedilər ki, biz zam edirlər ki, dünyada da, ahirətdə də görəcəyik Allahı. Bunlar da batıl şübhəsiz ki. Üçüncü nədir? Üçüncü əhl-i sünnə vəl cəmaə. Bu dünyada görməyi inkar edir. Ahirətdə isə nədir? İsbat edir. Ahirətdə isə ispat edir. Bütün məsələlərdə belədir, vallahi. Bizdə bir məsələ var, deyir, ürəyini buz kimi saxla. Vallahi, ürəyin buz kimi saxla. Bütün məsələlərdə belədir. Bu Allahın dinidir, subhanallah. Bu Allahın şəriətidir, subhanallah. Bu Peyğəmbərin sallallahu aleyhi ve sellem bizə gətirdiyi dindir. Bütün məsələlərdə bu zürnədir. Həmişə nə edəcəyik? Hər hansı bir məsələ. Kimsə nəsə iddia eləyəndə deyəcək, qardaş, bunu hardan gətirmirsən? Ya sənin gətirdiyin kitab olmalıdır, ya sünnət, ya sahabələr, icma, ya da mötəbər alimlər. Düzdür, bu günlər bunu inkar edənlər var, Allah qorusun. Allah hidayət versin. Xüsusən ad və sifətlər tövhidi çox mühümdür. Çünki incə məsələlər var. Fikir verirsin nə qədər məsələlər var. Min qeyri təhrifin, min qeyri təhdilin. Bunları əzbərləmək lazım. Bunları oturub əzbərləmək lazımdır ki, şübhələr gələndə, subhanallah, baxsanız kitablara, mütəqaddimlərin kitablarına, ağır şübhələr var, vallahi. Onlara bizdən demək olar ki, yəni, heç kim cavab verə bilmir. O vaxta kimi ki, biz böyük alimlərin kitablarını oxumayana kimi. Şeyxülislam İbn Teymiyyə rahimehullah. Vallahi cihə məsələsində, yəni Allahın deyək ki, şərq var, qərb, cənub, şimal, düzdür? Bir də aşağı var, bir də yuxarı var da, düzdür? Həmin bu altılığı gətiriblər Allah haqqında. Deyiblər ki, 6 dənə cihə var, düzdür? Allah hansındadır? Əzəmətli şübhədir, fikir verirsiniz. Vallahi mən bunu biz bunu oxuyanda çox dəhşətə gəlmişdi. Rahmetullah aleyh Şeyxülislam İbn Teymiyyə elə cavablandırır ki, fikir verirsiniz, təsəvvür edin, bu kimsə gəlib burada bizə deyir də. Deyir ki, qardaş, siz deyirsiniz ki, Allahın məkanı yoxdur. Allah'a məkan vermək olmaz. Yəni bu 6 da yerdən birində olmalıdır da. Sizə necə cavab verə bilərim? Nə deyəcək? Və başqa vaxtda hamımız deyirik, düzdür? Hamımız deyirik və yaxud deyirik ki, bəzi adamlar deyirlər ki, tövhid. Bu da tövhiddir də. Tövhid özdə, tövhidin ən dərinlikləri. Sən Rəbbin haqqında elm öyrənirsən, subhanahu wa ta'ala. Hansı ki, yaradılmışsan ona ibadət etmək. Ağan haqqında, məlikin haqqında, subhanahu wa ta'ala. Bu tövhiddir, subhanallah. Bunu öyrənmək lazım. Orada Şeyxülislam İbn Teymiyyə deyir ki, rahimehullah. Deyir ki, o cihələr deyir, insanların deyir, nəzəriyyəsində olanlardır. İnsanların təsəvvürünə görə olanlardır. Allah üçün elə deyil. Allah üçün məşriq, məğrib, şərqlər var. Onlar insanlar üçündür ki, insanlar çaşbaş qalmasınlar. Bilsinlər ki, bura şərqdir, bura qərb, düzdür. Sizcə buna nə misallar gətirmək olar? Çoxlu misallar gətirmək olar. Yəni, insanların nəzəriyyəsi fərqlidir. Allah üçün elə deyil. İnsanlar üçün mütləq nədir? Səbəb lazımdır ki, bir şey olması üçün, düzdür. Yəni, kişi ilə qadın evlənməlidir ki, insanlara görə uşaq olsun. Bu, Allahın qatına belədirmi? Allah Subhanahu taala necə buyurur İsa aleyhissalam haqqında? Deyir ki, İsa'nın məsəli Adəmin məsəli kimidir? Xalaqahu min turabin. Torpaqdan yaratdı. Sonra nə dedi? Summa qala lahu kun feyakun. Sonra ona dedi ki, o da oldu. İsa aleyhissalamın atası var mı? Amma bizə görə nədir? Bizə görə ata ana lazımdır, düzdür? Amma Allah üçün belə deyil, subhanahu wa ta'ala. Allah İzâ qada əmran fe inneme yekulu lehu kun feyakun. Allah hər hansı bir şeyin olmasına yalnız ol deyir. O da dərhal olur. Ona görə bu məsələlərdə diqqətli olmaq lazım. Bu məsələlər çox ciddi və mühüm məsələlərdən.
Allah'tan diləyirəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Hər zaman tövhidi öyrənən qullarından etsin. Allah nəsib edərsə gələcəkdə inşallah gələn dərslərdə hər dəfə bir dənə ad və sifətlərdən götürüb inşallah davam edəcəyik. Subhanakallahumma və bihamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbü ileyk. Barakallahu fikum.